Şagirdlərə sərbəst bir mövzu tapşırığı verir. Hər bir şagird tapşırığı yerinə yetirməyə çalışır. Bir şagirdin çəkdiyi rəsmin kompozisiyasında məhəbbət, ölüm, istirab kimi əbədi mövzular təsvir olunub. Bu şagird hansı üslubda rəsm çəkib? Kim cavab verəcək? Deməli, bizə cavab vermək istəyir Leyla Hədova müəllimə. Buyurun, zəhmət olmasa. Salam müəllim, axşamınız xeyir. Müəllim, mən bu da ekspresyonizm fikirləşdim, amma sonra da fikir verdim sualına, o deyil. Bəs nədir müəllimə? Olmasa da, bəli müəllimə, olmasa da elə bilirəm ki, Ampir Napoleona aiddir, simvolizm işarələrdir, primitivizm. Bilməm müəllimə, ya ekspresyonizmi oxşatmıram. Bəlkə də ekspresyonizm. Bir dəqiqə, kim cavab vermək istəyirsə əl qaldırsın da. Mən deyim. Kimdir o? Buyurun müəllimə, Şəlalə müəllimə. Üzrü Saniyə müəllim. Aha. Burada simvolizmdir. Çünki ampirdə o deyirdik qüdrət, dəbdəbə hərbi güc idi. Ekspresyonizm müharibəyə etiraz idi. Primitivizmdə uşaq yaradıcılığı aid idi. Bəli, niyə görə simvolizmdir? Çünki məğz ondandır da. Burada simvol işarələniz mənası verdi. Çünki məhəbbət, ölüm, istirab kimi əbədi mövzular simvolizmin motivləridir.